Salam, hər vaxtınız xeyir olsun. Realın efirində obyektiv verilişidir. Bugünkü mövzumuz qadınların əmək hüquqları və analığın mühafizəsidir. Qonağım isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevadır. Nərmin xanım, xoş gördük sizi. Xoş gördük. Öncə ondan başlayaq ki, analığın mühafizəsi nədir və onun gender bərabərliyinin təmin olunmasında nə kimi rolu var? Çox sağ olun. Analığın mühafizəsi qadınların xüsusilə reproduktiv dövrlərini layiqli, güvənli və etibarlı şəkildə həyata keçirilməsi üçün olan fundamental hüquqdur. Daha sadə dillə desək, yəni qadınların həyatında ən vacib dövrlərdən biri onların hamiləliyi, uşaq dünyaya gətirməsi və xüsusilə uşağının yaşı az olduğu dövrdə, südəmər körpəsinin olduğu dövrdə onun həyatının digər sahələrini balanslı şəkildə təmin etməkdir. Və məhz bu da analığın mühafizəsi ilə bağlı qadınlara həmən dövrlərdə əlavə təminatların, güzəştlərin və imkanların verilməsini nəzərdə tutur. Analığın mühafizəsi ilə bağlı Beynəlxalq Əmək Təşkilatının xüsusi konvensiyası vardır və həmən konvensiya Azərbaycan Respublikası tərəfindən də ratifikasiya olunubdur. Çox yaxşı sualdır. Gender bərabərliyində analığın mühafizəsinin nə kimi rolu vardır? Ümumiyyətlə, analığın mühafizəsinin elə əsas məqsədlərindən biri gender bərabərliyinin təminidir. Yəni, adından da göründüyü kimi gender bərabərliyi cinsindən asılı olmayaraq kişilərə və qadınlara cəmiyyətin müxtəlif sahələrində, iqtisadi, sosial, siyasi, sosial sahələrdə bərabər iştirak üçün onlara bərabər hüquqlar, əsasən də bərabər imkan və şəraitin yaradılması nəzərdə tutur. Təbii ki, qadınlar reproduktiv dövrlərində, hamilə dövrlərində, uşaqlar yeni doğulananda, uşaqları çox körpə olan vaxtlarda onların uşaqlarına daha çox vaxt ayırmaqlarına, öz sağlamlıqları və uşaqların sağlamlığına daha çox vaxt ayırmalarına ehtiyac olur və bu zaman qadınların cəmiyyətdən, xüsusilə əmək fəaliyyətindən ayrılmaması üçün, qopmaması üçün analığın mühafizəsi onlara qeyd etdiyim kimi əlavə hüquqlar, təminatlar bəxş edir. Ümumiyyətlə, analığın mühafizəsinin digər məqsədləri də var. Ən əsas məqsədlərindən biri ananın və uşağın sağlamlığıdır. Digər əsas məqsəd cəmiyyətdə sağlam övlad verməkdir, sağlam fərd yetişdirməkdir. Yəni, burada sağlamlıq yalnız fiziki sağlamlıqdan söhbət getmir, mənəvi, psixoloji, əqli sağlamlıqdan da söhbət gedir. Eyni zamanda qadın əgər işləyirsə, əmək fəaliyyətinə məşğuldursa, təbii ki, onun əmək haqqısı var, qazancı var və bu ailə büdcəsinə də xeyri var və həmən müddətdə qadın əmək fəaliyyətinin ayrılmamaqla ailə büdcəsinə də dəstəyini davam etdirir həmən dövrlərdə. Qadının şəxsi həyatı ilə onun əmək, yəni iş həyatının balanslaşdırılmasında analığın mühafizəsinin xeyli rolu vardır. Yəni, analığın mühafizəsinin məqsədləri və rollarının siyasi çox genişdir, ən əsaslarını deməyə çalışdım. Eyni zamanda maraqlıdır. Azərbaycanda əmək bazarında qadınların rolunun artırılması üçün hansı tədbirlər keçirilir? Əslində bu sual və bu tədbirlər çox genişdir. Qısa da olsa biz məlumat kompleks tədbirlər həyata keçirilir və bu tədbirlərin bəziləri təbii ki, bizim orqanın, mənim təmsil etdiyi qurumun səlahiyyətlərindən kənardadır. Bunun üçün ilk növbədə dövlət xüsusi bu sahədə ixtisaslaşmış dövlət qurumları yaradıb. Həmən qurumların öz fəaliyyət istiqamətləri var. Müvafiq sahədə dövlətin proqramları, strategiyaları, qanunvericilikləri var. İkinci, qadınların məşğulluğunun təmini ilə bağlı xüsusi əhəmiyyətlər verilir. Məsələn, Dövlət Məşğulluq Agentliyi var, bizim Nazirliyin digər tabeliyində olan digər qurumdur. Həmən qurumun həyata keçirdiyi özünə məşğulluq proqramı çərçivəsində qadınlarla bağlı xüsusi layihə vardır. Yaxud peşə hazırlığı kurslarında qadınların, xüsusilə qızların əmək bazarına cəlbi və yaxud onların reinteqrasiyası üçün həmən kurslarda qadınların, qızların iştirakına xüsusi əhəmiyyət verilir. Eyni zamanda əmək qanunvericiliyi, bunun özü elə əmək qanunvericiliyində yaradılmış imkanlar, əlavə təminatlar qadınların əmək bazarında rolunu dəstəkləyir. Başqa, təbii ki, hər sahədə olduğu kimi maarifləndirmə tədbirlərinin burada gücü az deyil, yeri az deyil, qadınların əmək bazarında rolunun artırılması məqsədi ilə və s. Eyni zamanda əmək qanunvericiliyində qadınlar üçün konkret olaraq hansı güzəştlər və təminatlar var? Bu çox dərin mövzudur. Əslində sizin efirinizin yəqin ki, vaxtı buna çatmaz. Mən çalışacağam şərti olaraq onları qruplaşdırım. İlk növbədə işə başlamaq üçün qadının hansı hüquqları var?
analığı mühafizəsi ilə bağlı xüsusilə. Azərbaycan Respublikasının qanunvericiliyi qeyd edir ki, hamiləliyinə və yaxud 3 yaşına qədər uşağı olduğuna görə qadınla əmək müqavilə, yəni məhz bu səbəbdən qadınla əmək müqaviləsinin bağlanılmasından imtina edilməsi yol verilməzdir. Və əgər hər hansı bir xanım bununla rastlaşırsa, o məhkəməyə müraciət edə bilər. Qadın işə düzəldi, bilir ki, sınaq müddəti var. Yeni işə götürülənlərin həmən işin öhdəsindən gəlib gəlməməsini müəyyən etmək üçün işə götürənlər qanunvericiliklə müəyyən edilmiş müddətə sınaq müddəti təyin edirlər. Hamilə və 3 yaşına qədər uşağı olan qadınlar həmən sınaq müddətindən azaddılar. Yəni onlar barəsində sınaq müddəti tətbiq olunmur. Qadın işə başladı. İş vaxtı var. Bilirik ki, bizim qanunvericiliyə əsasən həftəlik iş vaxtının norması 40 saatdan artıq olmamalıdır. Amma əgər qadın hamilədirsə və yaxud onun yaş yarıma qədər uşağı varsa, bu zaman ona qısaldılmış iş vaxtı tətbiq olunmalıdır. Bu da həftədə 36 saatdan çox olmamalıdır. Az ola bilər, çox olmamalıdır. Və yaxud qadın bundan əlavə natamam iş vaxtından istifadə edə bilər. Natamam iş vaxtından istifadə edən qadınların da siyahı biraz da genişdir. Yəni burada hamiləlik dövründə əgər xüsusi tibbi rəy varsa, və yaxud qadının 14 yaşına çatmayan övladı varsa, 50'li olan övladı varsa, 18 yaşına çatmamış, xroniki xəstəliyə tutulmuş övladı varsa, bu zamanda qadının ərizəsi əsasında işə götürən ona natamam iş günü və yaxud natamam iş həftəsi tətbiq edə bilər. Qısaldılmış işdə o digər işçilərin tam, yəni iş vaxtını işləyən işçilərin tam eyni əmək haqqı alır, amma natamam iş vaxtında bu işə götürən işçinin razılığı əsasında olur. Eyni də ala bilər və yaxud da işlədiyi vaxtda mütənasib onun əmək haqqısı azaldıla da bilər. İkinci qrup hüquqlar qadınların məzuniyyətləri ilə bağlıdır. Bu analığın mühafizəsi haqqında konvensiyada da birbaşa var ki, hamiləliyə və doğuşdan sonra qadınların ən azı 14 həftəlik məzuniyyət hüququ olmalıdır. Azərbaycan qanunvericiliyi daha geniş nəzərdə tutur bunu, 126 gün nəzərdə tutur. Doğumdan əvvəl 70 gün, doğumdan sonra isə 56 gün nəzərdə tutur. Hətta əgər doğuş çətin olubsa və yaxud qadının 2 və ya daha çox övladı dünyaya gəlibsə, bu müddət daha da uzundur, 140 gündür. Kənd təsərrüfatı sahəsində isə bu müddətlər daha yuxarıdır, 140 gündən 180 günə qədər dəyişir. Bundan başqa qadının övladı oldu, hamiləliyə və doğuşa görə məzuniyyətdən istifadə etdi, lakin uşağa qulluq edən başqa bir şəxs yoxdur. Əgər başqa bir ailə üzvü yoxdursa, uşağa qulluqla edəcək. Onda qadın 3 yaşına qədər uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilir. Və bundan əlavə qadınların uşaqlarına görə onlara əlavə əmək məzuniyyəti hüququ da var. Yəni əmək məzuniyyəti 2 hissədən ibarətdir. Əsas məzuniyyət, hansı ki minimum müddəti 21 gündür bizim qanunvericiliklə və əlavə məzuniyyətlər. Əgər qadının 14 yaşına çatmamış 2 uşağı varsa, ona 2 gün əlavə verilir. Bu yaşa çatmamış daha çox övladı varsa, o zaman qadınlara 5 təqvim günü deməli əlavə məzuniyyət verilir. O cümlədən ödənişsiz məzuniyyətlərdə də qadınlara əlavə ödənişsiz məzuniyyətlərlə bağlı təminatlar vardır. Həmçinin əmək məzuniyyətinin verilməsində qrafiklər tutulur ki, iş ahəngi pozulmasın. Həmən növbəlik cədvəllərində də qadınlar yazılan növbədən kənar onlara daha sərf edən vaxtlarda da müəyyən miyalara cavab verirlərsə istifadə edə bilərlər. İlk dəfə işə başlayıbsa həmən iş yerində 6 ay gözlənilməlidir ki, bilirsiniz ki, əmək məzuniyyətindən istifadə edəsən, istifadə etmə hüququnu o zaman yaranır. Qadınlar hamiləliyə və ümumiyyətlə sosial məzuniyyətə çıxırlar hamiləliyə və doğuşa görə. Bu zaman onlar o 6 ay heç müddəti gözləmədən həmən məzuniyyəti birləşdirərək ondan əvvəl və ondan sonra da əsas məzuniyyətlərindən istifadə edə bilərlər. İş yerinin qorunması ilə bağlı, üçüncü qrup belə deyək, iş yerinin qorunması, işinin saxlanılması ilə bağlı qadınların hüquqları vardır bizim qanunvericilikdə. Məsələn, işə götürənin təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilərin sırasında qadınlar və 3 yaşına qədər uşağı, hamilə və 3 yaşına qədər uşağı olan qadınlar yer alır. Və yaxud attestasiyalar keçirilir və yaxud bilirsiniz, praktik tibb və əczaçılıq fəaliyyətinə məşğul olan tibb işçilərinin, o cümlədən təhsil verənlərin sertifikasiyası həyata keçirilir və burada da nəzərdə tutulur ki, qadın əgər hamilədirsə və yaxud 3 yaşına qədər uşağa qulluğa görə məzuniyyətdədirsə, o məzuniyyətdən qayıdıb və 1 il azı o sahədə, həmən müvafiq sahədə çalışmayıbsa, onda onlar da bu attestasiya və sertifikasiyadan azaddırlar.
Bunlar da qadının iş yerinin qorunması ilə əlaqəli hüquqlardır və təbii ki, ən mühüm qrup hüquqlardan biri qadının və uşağın sağlamlığının qorunması ilə bağlıdır ki, burada nəzərdə tutulur ki, qadın hamilədirsə, xüsusi tibbi rəy əsasında o işə götürənə müraciət edə bilər ki, daha yüngül işə keçirilsin. Və yaxud yaş yarıma qədər uşağı varsa, uşağın yedizdirilməsində müəyyən çətinlik yaranırsa, bu zamanda işə götürənə müraciət edə bilər ki, o daha yüngül işə keçirilsin. Növbəti qrup sırf uşağın yedizdirilməsi ilə bağlı olan, uşağa qulluqla bağlı olan hissədə yedizdirilməklə bağlı hüquqlardır ki, qanunvericilik deyir ki, qadın nahar fasiləsi və digər istirahət fasiləsi kənar, yəni onlardan əlavə, həm də uşağın yedizdirilməsi ilə bağlı qadının hər deməli 3 saatdan bir 30 dəqiqə vaxtı olmalıdır. Buna işə götürən şərait yaratmalıdır. Əgər qadının uşaqlarının sayı 2 və ya daha çoxdursa, artıq bu 1 saat olur və qadınlar bu hüququnu, yəni o 3 saatdan bir fasilələri birləşdirib də götürə bilirlər. Bəziləri məsələn işə saat 9-da başlayırsa 10-da gəlir məsələn və yaxud iş saat 6-da bitirsə 5-də gedir və yaxud nahar fasiləsinə bitişdirir və s. Yəni qadına uyğun əlverişli vaxtda o vaxtdan istifadə edə bilər. Nərmin xanım, biz təbii ki, analardan danışdıq, onlar üçün güzəştlərdən, imtiyazlardan da danışdıq, amma son dövrlərdə bir aktual məsələ var, bu da uşaq əməyinin istismarı ilə bağlıdır. Ümumiyyətlə, uşaq əməyinin istismarı nədir? Uşaq əməyinin istismarı, belə deyək, Beynəlxalq Əmək Təşkilatının konvensiyasına əsaslansaq, uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və onların nəticələrinin təcili aradan qaldırılmasına bağlı təcili tədbirlər barədə konvensiya var, xüsusilə Azərbaycan Respublikası da həmən konvensiyaya qoşulmuşdur. Həmən konvensiya əsasən uşaq əməyinin ən pis formaları sadalanır. Məsələn, belə deyək, uşaqların köləlik formaları, köləliyi, uşaq alveri, uşaqların borc və təhkimçilik asılılığına salınması və yaxud uşaqların silahlı münaqişələrdə uşaqların məcburi əməyindən, icbari əməyindən istifadə etmək, onları cəlb eləmək. Yaxud uşaqları cinsi istismarı, belə deyək, uşaqların fahişəliyə və yaxud pornoqrafik materialların hazırlanmasında istifadə etmək, uşaqlara ora cəlb etmək, təklif etmək. Beynəlxalq müqavilələrdə də qadağan edilən fəaliyyət növləri ilə məşğul olmaq, uşaqları cəlb etmək. Məsələn, bu narkotiklərin istehsalı, satışı kimi və yaxud silahların qeyri-qanuni dövriyyəsinə uşaqların cəlb edilməsi kimi. Və dördüncü qrup var ki, ümumiyyətlə, uşaqların mənəviyyatına, onların həyatına və sağlamlığına təsir edən, mənfi təsir edən fəaliyyətlərə cəlb etmək. Bunlar hamısı uşaq əməyinin ən pis formalarıdır. Uşaq əməyinin istismarı hesab olunur və bir də təbii ki, yaş, minimum yaş həddi var. 15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilə bilməz. Və bununla bağlı da bizim qanunvericilik həm 15 yaşına çatmayan uşaqların əməyə cəlb edilməsindən bağlı inzibati məsuliyyət tədbirləri nəzərdə tutur İnzibati Xətalar Məcəlləsində. Eyni zamanda uşaqların həyatına, sağlamlığına, onların mənəviyyatına zərər vuran işlərə cəlb edilməsindən də bağlı bizdə ayrı bir inzibati məsuliyyət xətar hesab olunur və inzibati məsuliyyət tədbiri nəzərdə tutulur. Nərmin xanım, bir müsahibəmiz var, ona baxaq, biz yenidən davam edəcəyik. Söhbət uşaq əməyinin istismarından gedirsə, bilirsiniz ki, Beynəlxalq Əmək Təşkilatı 2002-ci ildən 12 iyun tarixini uşaqların əməyinin istismarına qarşı mübarizə günü kimi qeyd edibdir. Təbii ki, Azərbaycan da bu gündən irəli gələrək dünyada beynəlxalq arenada qəbul olunmuş uşaq hüquqları haqqında beynəlxalq konvensiyaya da qoşulubdur. Eyni zamanda uşaqların mənafeyinin müdafiəsi, onların inkişafı ilə bağlı bəyannaməyə də qoşulubdur. Və bu məsələlərdən irəli gələn öhdəliklər var ki, hansı ki, o öhdəliklər həyata keçirilməlidir. Təbii ki, bizim hamımıza da məlum olduğu kimi, əvvəllər bu daha çox vüsət almışdı, sayı etibarı ilə ki, uşaqların əməyi istismar olunurdu. Amma son zamanlara diqqət yetirsək, əgər statistikasına, demək olar ki, uşaq əməyinin nisbətən də olsa azaldılıbdır. Bəzən görürsünüz ki, valideynlər tərəfindən də öz uşaqlarının hüquqları pozulmuş olur. Onları yeri gəldi, gəlmədi, müəyyən, belə deyək ki, ağır işlərə, sonra yaşına uyğun olmayan işlərə cəlb etməyə çalışılır. Bu, əsasən daha çox olur kənd rayonlarında. Bilirsiniz ki, ailə kənd təsərrüfatına məşğul olursa, uşağın istər fiziki
baxımdan onun gücü çatmayan işə göndərirlər və yaxud da ki, deyək ki, məktəbdən kənarda saxlayırlar, məktəbə təhsilinin davam etdirməsinin qarşısını alaraq işlərə göndərirlər. Bu da əslində valideynin üzərinə düşən məsuliyyət və öhdəlik məsələsi mütləq burada nəzərə alınır ki, valideyn evladını məcburi əməyə yönləndirə bilməz. Yəni bu da hardasa uşağın ailədə öz valideynləri tərəfindən hüququnun pozulması deməkdir. Yəni belə deyək ki, uşaqlar ümumiyyətlə istəmədən və yaxud da valideynin istəyi olmadan hər hansı bir əməyə cəlb oluna bilməz. Nərmin xanım, elə növbəti sualım da uşaq əməyinin istismarı ilə bağlıdır. Siz detalları biraz öncə qeyd elədiniz, amma uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, ilk növbədə təbii ki, uşaqların bayaq sadladığım uşaq əməyinin ən pis formaları, yəni qadağan edilmiş ən pis formalarına cəlb olunmasının yol verilməzliyi olmalıdır. Bunun üçün dövlət müvafiq tədbirlər görməlidir. İstər institusional, istər qanunvericilik çərçivəsində. İkinci, həmən o istismara məruz qalmış uşaqların reabilitasiyası, onların cəmiyyətə reinteqrasiyası üçün dövlət müvafiq tədbirlər görməlidir. Dövlət ümumiyyətlə müdafiəsiz uşaqları xüsusilə müəyyənləşdirib, onların qayğı ilə, dövlət dəstəyi ilə əhatə olunmasını təmin etməlidir. Xüsusi əhəmiyyətli təhsil, yəni biz bayaq qeyd elədik ki, uşaq əməyinə ümumiyyətlə əmək fəaliyyətinə cəlb edilmənin minimal yaş həddi 15 müəyyən edilmişdir. Yəni bunun bir çox səbəbləri var. Təbii ki, burada insan fiziologiyası, insan formalaşması rolu var. Eyni zamanda təhsil, yəni uşağın təhsil alması üçün onun zamanının olması məqsəd ilə də bu yaş həddi müəyyən edilib. Yəni uşağın istismarının qarşısının alınmasının ən əsas üsullarından biri də məcburi baza, pulsuz məcburi təhsil. Dövlət tərəfindən verilən pulsuz təhsil bazasına uşaqların təmin edilməsidir. Mümkün olduğu təqdirdə uşaqların texniki peşə təhsili ilə, peşə hazırlığı ilə təmin edilməsidir. Burada da məqsəd nədir? Uşağın təhsili varsa və yaxud əlində hər hansı bir peşəsi varsa, təbii ki, o istismarlara az məruz qalır. Müəyyən bir yaşdan sonra artıq öz həyatını özü qazana bilir. Az əhəmiyyətli deyil uşaqların normal ailə mühitində böyüməsi və bugün mənim təmsil etdiyim Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu istiqamətdə mühüm işlər görür. Ümumiyyətlə deinstitutlaşma gedir ki, uşaqlar müəssisədə deyil, yəni valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar müəssisələrdə deyil, ailə mühitlərində böyüsünlər ki, belə deyək, ailə mühitində isti münasibət, qayğı, ailə tərbiyəsi, təhsilə valideynlərin önəmi və s. Yəni bununla bağlı da ümumiyyətlə 2018-ci ildən övladlığa götürməklə bağlı dövlət siyasətinin formalaşdırılması, dövlət tənzimlənməsinin həyata keçirilməsi Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir və bununla bağlı çox böyük işlər görülmüşdür. Düzdür, bizim xidmətin səlahiyyətində deyil, digər bir qurumun səlahiyyətində da bizim. Eyni zamanda himayədar ailə qayğı modeli tətbiq olunmaqdadır ki, bu həmən uşaqlar, hansı ki, valideyn himayəsinə məhrum olunub, valideynlərini itirib, müəssisələrdədir. O uşaqlar müəyyən bir müddətdə, uzun və yaxud qısa müddətdə himayədar ailələrə verilir və həmən ailə mühitində uşaqlar formalaşır. Və yaxud uşaq evi, sosial xidmət evləri bizim Sosial Xidmətlər Agentliyində verilmişdi 2023-cü ildə Cənab Prezidentin fərmanına əsasən. Burada da həmən uşaqlara xüsusi qayğı ilə yanaşı onlara sosial xidmətlər göstərilir. Burada həm sosial-psixoloji xidmətlər var, həm sosial-pedaqoji xidmətlər var, həm sosial-hüquqi xidmətlər var, tibbi xidmətlər var. Bütün bunlar da həmən uşaqların belə deyək də qayğı ilə əhatə olunması və müəyyən yaşdan sonra öz ayaqları üzərində durması və o uşaq əməyinin ən pis formalarından məruz qalmaması, həmən qruplaşmaların əlinə keçməməsi üçün olan kompleks tədbirlərdir. Eyni zamanda bayaq analığın mühafizəsindən danışdıq. Əmək qanunvericiliyində analar üçün uşaqların hüquqları ilə də bağlı ayrıca deməli müddəaları var, amma analığın mühafizəsindən bağlı nəzərdə tutulmuş bir sıra hüquqlar elə məhz ona xidmət edir ki, ana uşağı ilə vaxt keçirtmək üçün kifayət qədər vaxta malik olsun. Yəni imkanları olsun ki, uşağından istər təhsili, istər körpə vaxtında onun formalaşması üçün. Hətta bir sıra hüquqlar 14, 16, 18 yaşına qədər var əmək qanunvericiliyində analara verilən
bir də bir şey deyim, bəzən bu sırf analardan danışırıq, düzdür, mövzu analığın mühafizəsidir, amma əmək qanunvericiliyində bayaq sadladığım hüquqların bir çoxu elə uşağını tək başına böyüyən atalara da şamil olunur. Eyni zamanda uşağı övladlığa götürənlərə də şamil olunur və yaxud uşağı tək başına böyüdən və yaxud ailə üzvlərinin hər hansı birinə də şamil olunur. Yəni bütün bunlar əmək qanunvericiliyində məhz analar üçün, atalar üçün, uşağın tək başına böyüdən valideynlər üçün nəzərdə tutulmuş hüquq paketi elə həm də ona xidmət edir ki, o uşaqlar cəmiyyətə normal, sağlam şəkildə formalaşsınlar. Və təbii ki, çəkindirmə tədbirləri, bayaq qeyd elədim, İnzibati Xətalar Məcəlləsində var, uşaq əməyi ilə bağlı inzibati məsuliyyət tədbirləri, o cümlədən Cinayət Məcəlləsində var, indi bu bizim səlahiyyətimizdə olmasa da, cinayət tərkibi varsa, uşaq alveri və s. bununla bağlı. Başqa bir nüans var, məsələn, uşaqlara qarşı cinsi istismarda, cinsi zorakılıqda əgər şəxs ittiham olunubsa, məhkəmənin qanuna qüvvəyə minmiş qərarı ilə cinayət məsuliyyətinə cəlb edilibsə, həmən şəxslər uşaqlarla birbaşa təmasda olan iş yerlərində işləyə bilməzlər və məhkəmələrin həmən qərarları daxil olur Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Biz Əmək və Məşğulluq elektron platforması var. Həmən platformada işə götürənlər üçün bunu bir belə deyim xəbərdarlıq kimi çıxarır ki, filan kəs işə qəbul etmək istəyirsiniz, amma o uşaqlarla birbaşa təmasda iş yerində işləyə bilməz, çünki vaxtilə onun bu sahədə cinayət məsuliyyəti cəlb edilmişdir. Ümumiyyətlə, Əmək və Məşğulluq platformasından biz çox istifadə edirik, həm də qadın və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı. Məsələn, qadınların bayaq demişdik, əlavə məzuniyyət hüquqları uşaqların yaşından asılı olaraq bununla bağlı əmək müqavilələrinə əlavələr etmək səlahiyyəti yaradılıbdır. 15 yaşından aşağı şəxslərlə əmək müqaviləsi bugün əmasda bağlanıla bilməz. Başqa uşaq əməyinin qadağan olduğu sahələr var. Bunlar zərərli, ağır sahələr, yeraltı işlərdir. Həmən siyahılar üzrə hal-hazırda iş gedir ki, onlarla da bağlı biz məhdudiyyətlər müəyyən edək ki, uşaqlar həmən sahələrdə əmək fəaliyyətinə cəlb olunmasınlar. Təşəkkür edirəm sizə Nərmin xanım, suallarımızı daha detallı cavablandırdınız. Belə bir daha xatırladım ki, qonağım Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva idi.